Salam məzun abituriyentlər. Bugünkü mövzumuz cümlə üzvlərindən biri olan mübtəda barəsindədir və yaxın əyləşin ekrana. Qeyd dəftərlərinizi də götürməyi unutmayın. Deməli, başladıq. Mübtəda. Biz bilirik ki, cümlənin qrammatik əsasını mübtəda və xəbər təşkil edir. Yəni, cümlənin qrammatik əsası deyəndə biz hər zaman mübtəda və xəbəri götürürük. Mübtəda qrammatik cəhətdən cümlənin ən müstəqil üzvüdür. Yəni, əgər bizə testə düşsə ki, cümlənin ən müstəqil üzvü, biz yazacaq ki, mübtədadır. Yəni, mübtəda qrammatik cəhətdən cümlənin ən müstəqil üzvüdür. Hətta ən zəruri cümlə üzvü hesab olunan xəbər belə mübtədadan qrammatik cəhətdən asılı olur. Baxmayaraq ki, cümlə üzvlərindən baş üzvlər mübtəda və xəbərdir, cümlənin ən vacib üzvləridir. Hətta xəbər belə mübtədadan asılı olur və onunla uzlaşır. Təyin də mübtədadan asılı olur hətta və ondan tabirlik əlaqəsinə girir. İndi görək mübtəda nədir? Mübtəda cümlədə haqqında danışılan şəxsi və ya əşyanı bildirir. Yəni, biz mübtəda deyəndə təkcə şəxsi yox, həmçinin haqqında danışılan şəxsi və ya əşyanı nəzərdə tuturuq. Mübtəda sualları 1. Kim, nə, hara sualına cavab verir. Haraya demirəm, kim, nə, xüsusilə buna diqqət edin. Hara sualına cavab verir. Mübtəda yalnız ismin adlı halında olan söz və söz birləşmələrinə qoşulur. Adlı halında olan söz və söz birləşmələrinə qoşulur. Mən qısa yazıram ki, vaxtımız getməsin. Mübtəda ismin yalnız adlı halında olan söz və söz birləşmələri ilə ifadə olunur. Mübtədalar quruluşca sadə və mürəkkəb olur. Bunlar testdə o qədər də düşmür, ancaq yenə də hər bir şeyi bilmək daha yaxşı olar. Sadə və mürəkkəb olur. Necə ki, söz birləşmələrində dediyimiz kimi. Nitq hissələrlə ifadə olunan mübtədalar sadə. Nitq hissələri ilə ifadə olunan mübtədalar sadə. Söz birləşmələri və mürəkkəb adlarla ifadə olunan mübtədalar söz birləşmələri və mürəkkəb adlarla ifadə olunan mübtədalar isə mürəkkəb mübtədalar adlanır. Nə deməkdir? Deyirəm ki, məktəb həyəti təmizdir. Nə? Təmizdir. Nə təmizdir? Məktəb həyəti. Görürsünüz, söz birləşmələrindən ifadə olundu. Deməli, söz birləşməsindən ifadə olunsa bu mübtəda mürəkkəb. Yox, sadəcə nitq hissələri ilə ifadə olunursa sadə hesab olunur. Məsələn,